Mənim oğlum olsa, mən onun atası olmayan bir qızı ala bilmərəm. Bilirsiniz nəyə gülürəm? Mən indi başa düşdüm ki, niyə İlham Əliyev bu ölkəni, bu xalqı belə rahatca idarə eləyir. Keçən dəfə bir xanım aparıcı çıxıb efirdə quşlayıb ki, bəs mən öz oğlumu atası olmayan qıza vermərəm. Əlbəttə ki, bu səhv fikirdir və tənqid olunasıdır. Amma maraqlı tərəfi bilirsiniz nədir? Bu çıxışdan sonra bir çox bloger, tiktoker, müğənni, aktyoru hərəsi əlinə balta götürüb bu qızı saplayır. Tənqid eləyirlər, ağzına gələn danışırlar, deyirlər. Etiraz etmək hər kəsin hüququdur və bu lazımdır. Amma mənim sözüm başqadır. Yəni, hər kəs cəsarətlənib, şirə dönüb bu statusu olmayan qızı tənqid eləyirdilər. Çünki bu qız məmur deyil, polis deyil, pagon deyil. Ona görə də hamı rahat, ağzına gələn deyir. Sizə bildirim ki, bir neçə il bundan qabaq Hacıbalı Abutalibov, Bakı şəhər icra başçısı, çıxıb demişdi ki, Azərbaycanda bir dənə kişi var, o da İlham Əliyevdir. Bax, o zaman həmin o aktyorlar, blogerlər, soram kimlər, müğənnilər atmışdı qəlbinə, sakit durmuşdular. Heç nə deyə bilməmişdilər. Bax, o vaxtı niyə etiraz eləmirdiniz? Niyə çıxıb deməmişdiniz ki, ay Hacıbalı Abutalibov, bəs biz də kişiyik də, hə? Bu qız, yenə deyirəm ki, səhv fikir deyib. Amma bu qızın statusu olmadığına görə bunu tənqid eləmək olar. Amma bu qızın hansısa vəzifəsi olsaydı, dövlət məmuru olsaydı, gələ bax onu tənqid eləyərdiniz. Və ya yasamal hadisələrində o polisin başına zibil atmışdılar ha. Polislər gəlib cəmaatı evindən çıxardıb və deyirdilər ki, Azərbaycan xalqı dovşandır, dovşansız, dovşan yadınızdadır. Niyə o zaman etiraz eləmirdiniz? Niyə o zaman diliniz uzun deyildi? Amma bir qız, ağzının danışığını bilməyən bir qız, statusu olmayan, onu amma tənqid eləməyə hamımızın cəsarəti çatır. Halal olsun. Ona görə İlham Əliyev bəxtəvər adamdır. Bilir də necə idarə eləmək lazımdır bu ölkəni. Bilir.